Salam kanalımıza və yeni vlogumuza xoş gəldiniz. Necəsiniz? İnşallah qəlbiniz çox yaxşısınız. İndi İsmail'i qoydum bağçaya. Sonra gittim magazinə. Banan yoldaşımın kəsmini qurtarmışdı. Onu kəsməyə aldım. Bir də özümə təbii ki marojna aldım. Dünən o qədər iş gördüm evdə. İnanırsınız. Bilsəm çəkərdim. Birdən elə beynimə vurdu. Dedim durum yığışdırım. Balkonu falan yığışdırdım belə. Riglovka falan elədim. Təmizlədim için falan. Ona görə şkafların için. Ona görə yadıma düşmədi vlog çəkim. Amma dedim çaş çəkərdim. Evdə də heç kim yox idi. İndi bugün şüşələri siləcəm. Hamısını evdə nə qədər pəncərə, şüşə var, hamısını silmək istəyirəm. Ona görə gedim indi Amirə yeməyin verim. Yoldaşım yeməyin verim. Sonra başlayayım çəkməyə. İşlərimi görə çəkim, siz də mənə baxın. Belə xanımlar, dünən kargon gəlmişdi. Onu götürən də bibim Ertincəndə kargosunu götürüb gəldi biz. O da Zeydə bir paltar vermişdi. Mən də uşaqlara bir paltar vermişdim. Belə qəşəng paltarlardı. Çox qəşəng belə materialdadır. İndi sarı ilə ağı bir atsam nə olar görəm. Mənə çox maraqlıdır. Şöyle sarının sarısı çıxmaz. Məncə çıxmaz. Belə sarı 2-3 sənədir. Çox soyuqdur da. 3 sənədir. Bunları Zeydə vurub qoydum. Bunları da mən Amirə vurdum. İsmail'e də vurmuşam. O qara paltarların içində deyə görüm. Bunu da özümə vurmuşam. Evdə geyinmək üçün. Bu şortiki çox balaca gəldi. Mən biraz şortikin uzun gözləyirdim. Ama şortki balaca geldi. Belə paltarlardı, koftalardı, bir şey. Futbolkalardı. Sözümün canı odur ki, yani indi onların suları saatla gəlir deyə. Bax, çox vaxt yuya bilmirlər. Ona görə indi bunların hamısını belə atacağım, maşınına yuyum, ütülüyüm, qurudum, ütülüyüm, yığım hazır. Gələndə verərəm, özləri apararlar. Sadece bu sarıları bunlarla atmayı bilmiyorum. 3 tane sarı var. Bence için olmaz. Təzə paltardı da. İnşallah için olmaz. Atıram. Bunlar da belə qaralardı. Ne bileyim. Şortikləri falandı. Belə. Bunu da soya almışam. Belə. Evdə giyməyə aldım. İsmail'in dəhşət çox paltarı var. Buradan koftasıdır. Don koftası da böyle bir şeydi. Bunlar da Zeydindi. Bunlardan da qaralarını atarım. İsmail'in dəhşət çox paltarı var. Amirə də təzə aldım. Bunları da dünən yumuşdum. Baxın belə koftalar aldım. 2 dənədir. Amirə də beləsini almışdım. 2 dənə. Bir belədir. Bir də belə yaşıl renkdədir. İsmail'in ayakkabılarını yiyip koymuşam. Buradaki kurusunlar. Böyle İsmail'in yoksa dəhşət çox yay paltarı var. Doğrudan çoxdur da. Hələ bundan geyindirlərdi. Hamısı da yekə almışam deyə tam əynin olur indi. İnşallah gələnini alacağım. Amirə də çox almıram. Eltimdə verib. İsmail'in də var idi. Nə qədər yay paltarlarıyla 2 dənə dərs, bir dənə də tulum almışam, bir dənə də ev geyimi aldım. Evdə vəbşi geyməyə çoxdur. Elticim sağ olsun verib Zeydinkiləri çoxlu. Onlar da şey olsun, qurudum. Və axşam hamısını bir yerdə ütüləyərəm. Qəşəng hava var. Gəlim şüşələrimi də silim. Şüşələrim əslində təmizdir, amma bir damız belə ləkələr var. Görürsünüz, bilmirəm. Yağış ləkələridir. Gəlim pəncərlərdə silim, yeməğimi yiyeyim. Böyle paltarları astım. Ofisini de attım. Yuyulmağa indi başlayayım. Pəncərəmizi silək.
Belə hamı suyumu dəyişdim, tezdən gətirdim. Bu qaraydı, bu nəmişlikdən qaralmışdı da. Ona görə qəşəng şutka ilə elədim, təmizlədim aralarını falan. İndi bir dəfə də təmiz su ilə gedeyim. Belə təmizləyə bildiyim qədər təmizlədim də şutkalarla falan. Hələ də təmizlənmir. O nəmişlik çox olurdu ya. Ona görə ne deyirlər, buraları yaxşı təmizlənmir. Hər nəsə. İndi bir dəfə də təmiz su ilə qəşəng təmizləyim. Belə. Bu mətbəxin pəncərəsini də sildiyim qəşəng. Oldu gözəl göyçə pəncərə. Balkonda sildim. Belə. Balkonda sildim. Temiz oldu. Amirə də çilə verdim, çilə yiyib. Sağ olsun, mamasının yanında otur, mamasına baxır. Maması da yaşlı pərdələri də söktüm. İndi atacam maşına, onlar da yuyulsun. Bu azilit var idi, azilit. Hər yer işlənir, inanırsınız da. Bir damcı vurursunuz, ağardırdı. Bütün ləkələri falan, ona bax, milçək gidəcək. İndi təmizləmişəm, gəl çıx çölə. Açıq qoyun çıxsın, buradan girdim. Çox qəşəngdə hava var, indi keçim o bu pəncərələri silim. Bu pəncərə yadımdan çıxmışdı, qayıtdım, bunu da sildim. Belə 1, 2. Buralar da nə gündədir. Dedim pəncərələri silim, sonra işimə davam edərəm. Amir indi qoydum xatunkuya. İndi gedim qonağı otağında pəncərəsini silim, suyunu falan dəyişim. Belə təmizləmək çəkməyəcəm bunu. Çünki bura qorxuludur biraz. Ona görə
Belə burada ləkələr var, görürsünüz. İsmailin, Amirin ləkələri var. Burada qaynatam dəyişdi, bu xarab olmuşdu. Biraz qara quraları var, belə. Amir eləmə. Buraları falan belədir, axırda çəkib göstərərəm. Belə bitirdim. 2 dənə balaca. Sildim, təmizlədim, şey. Böyle geldim indi otağımın pəncərəsini. Bana silirəm, mən otaqlarıma sildikcə hər dəfə də əlimi gəzdirirəm. Belə çox kirli deyil, elə bir də üstündən gedəcəm, təmizdir. Bir də sadəcə güzgülərimi silməyəm. Belə xanımlar, oranı da sildim, güzgülüm. Pəncərə də hazır, otağımı qutardım. Bu tərəfi də sildim, sadəcə çıxartmışam, camını görə çəkə bilmirəm. Komodu da sildim. İndi qaldı bir dənə bu güzgü. Burada güzgü var, onu siləcəm. Bir də qaynananın otağında güzgü var, bir dənə də onu siləcəm. Bütün şüşəylə güzgünü qutaracam. Belə. Qaldı bir dənə. Bunlar cumar. Bunlar da yiyeyim. Sonra apardan tutuyorum hamısının yerine. Pəncərələri açaq. Bunlarla peşə-peşə yiyeyim, poşu-poşu. Deyik mətbəxi yığışdıracağım. Və maşını boşaldım, beləmizim. Sonra onları yığım maşına. İşlətdiyim əskilər, dəsmanlar qaldı, atdım yüzsün, atım sonra qurusun, geçər. Paltalar da quruyub, bunları da yığmalıyım, ütüləməliyim. Saat artı 3 oldu, 1 saat yarım var İsmailin gəlməyinə. Görüm, ütüləyə desəm onları tez ütüləyərəm. Belə qutardım, bunu da tez gətirdi. İndi yığar yəqin yezinə. Belə, buralar da təmiz. Belə, evlər də tez gedir, tozsuzladım. Daha çəkmədim oraları. Bir dən qaldı bu yumaq. Uşaqların yemək stolunu yuyum. Amiri çiyələ vermişdim bayaq. Şuradayım. Amiri bayaq çiyələ vermişdim, hər yerə də çiyələk. Tez bazar bunu da yuyum. Belə. Yığdım paltarları, indi bunu ütüləyəcəm. Birinci bu pərdəni ütüləyim, asım. Bura oğlan pərdəsidir bu. Qəşəng yudum. Ağardı. İndi bunu qəşəng tez ütüləyim. Əslində çox ütü gərəkdirmir də, yəni ütüləmək lazım deyil. Amma elə belə üstündən bir keçim. Belə izlər var. Belə paltarları da hamısını belə ütülədik. Bu gedir. Bizimkilər də var, İsmail'cim paltarları da. Bunları da ütülədim, bu təzələri də ütülədim. Bunları qatıb qoyum. Sonra da görərəm. İndi 5'in yarısı, 5 işləyir 10 dəqiqə. Deyib İsmail götürməliyəm. Amir də aparacam, biraz hava alsın. Ona görə bunlar qalsın. Sonra gəlib eləyərəm. Akşam tərəflərində Amiri giyindirim, gedir. Belə yudum qurudu. Temudan böyle bir şey almışam. Bunun özünkü xarab oldu. Onu attım. Bu da belə. Onun üçün təzəsini aldım.
Bunu çəkilsən buradan yerler var aslında. Buradan keçindən onları çıxartmışam. Ona görə bunu salıb belə bərkidəcəm. Buradan ki, belə dursun. Yaxşıdır. Baxın, belə durur. Altdan da belə çıxır. Biraz uzundu. Ama yox. Arxaya eləyəndə belə olanda tamdır. Belə bağladım. Belə bağladım. Bunu durdum. Bu da hazır. Gedəcəm, yerine getməmişəm. Belə. Yaxşı, düzdür. Ya. Gittim. İsmail gətirdi Bərbərə. Belə burada qonşumuzun oğlu var, o eləyir. Amiri də gətirmiş olunduq. Sərtən. Söz qazı yaddan çıxıb qaldı evdə. Su gətirmişəm. Haydi. Yaxşı. Yatmaq da vaxtıdır. Yatmaq. Tam düşmandılar. Belə xanımla gəlib çıxdıq evə. Dedim uşaqları yedizdirim, eləyim. Sonra yenə düşərik. Yaxşı hava var. Uşaqları yedizdirim, sonra gedərik. Belə xanım, uşaqları yedizdirdim hamısını. Qaynanam İsmail apardı həyətə. Amiri də yatızdırdım. Biraz yer bəyər elədim, paltarları falan. Uşaqların paltarlarını falan ayırdım, yerinə yığdım. İndi İsmail'e paltar aparırım həyətə. Dedim biraz da həyətdə oturum. Yoruldum. Bugün o kadar iş yoruldum. Yorulmuşum. Dedim biraz oturum. Salon da səsləri belə oldu. Baxın, görürlər. İçimdə qəşəng. İndi gecə yatmaq istəyir. Gəl.